Bağışlayan və mehriban Allahın adıyla dostlar, bu artıq ikinci videomdur. Sual, nə edək ki, düzələrimiz sağlam və tez böyüsünlər və tələf olmasınlar. Dostlar, söhbətimiz yeni çıxan düzələr barəsindədir. İlk öncəki videomuzda düzələrin temperaturu barəsində danışmışdıq və səhifəmizdə paylaşmışdıq. İkinci dostlar, düzələrin yem məsələsidir. Əsas yem faktoru dostlar, düzgün seçməliyik. Yəni biz birinci budur ki, əvvəl qeyd etdiyim kimi, yemi də sağlam insanlardan almalısınız ki, yeminiz təzə olsun. Yəni dostlar, naxələf insanlar, yəni əli öyrəncəlidir. Onlar daimi olaraq müştərilərinə xəyanət edirlər. Əgər istəyirsinizsə aldanmayasınız, o zaman doğru və düzgün həyat tərzi yaşayan insanlardan ticarət edin. Dostlar, biz çox görmüşük, ümumiyyətlə yem satanlarda budur ki, kisələrin için dəyişirlər. Yəni, məsələn, əgərlərin mayalanma yemidirsə, ora digər zəif proteinli yemlərdən, ucuz yemlərdən həmən kisiyi əlavə edirlər və müştərilərə satırlar, daha çox pul qazanmaq üçün. Bu da əlbəttə ki, yol verilməzdir, amma bir çox bizim müştərilərimiz və mən özüm də hətta bu mənfi hadisələrlə rastlaşmışıq. Odur ki, ilk öncə yem aldığınız yemi təyin etməlisiniz. İkinci budur ki, dostlar, baxır siz nə cüzə saxlayırsınız. Əgərlərin broilerdirsə, 20% proteinli yem almalısınız. Buna ətli başlanğıc deyirlər. Yox, əgərlərin Xarkov, Serbiris, Kutinska, Yubleniya və bu kimi cüzələrdirsə, o zaman 20% proteinli, ona da Serbiris başlanğıc deyərlər. Bu yemlərdən istifadə edə bilərsiniz. Amma mən məsləhət görərdim ki, ən azı əvvəl 10 günü, 15 günü bu cüzələrdə də ətli başlanğıcdan istifadə edəsiniz ki, düzələr qısa bir zamanda özlərini toparlaya bilsinlər. Və yem ən əsası budur ki, dostlar, mayalanma yemlərinin istifadə müddəti maksimum 60 gündür. Yəni, yem alan zaman istifadə müddətinə mütləq baxın. Ola bilər ki, yem dükanı o yemi çoxdan gətirir və yaxud ambarda qalıb, yaddan çıxıb, satılmayıb və s. Bu problemlər ola bilər və o yem də gələr sizə çıxar, o zaman həmən yemin tərkibi öləcək, zəifləyəcək, ən yaxşı halda tərkibi zəifləyəcək, cüzələriniz bu yemdən bəhrə götürə bilməyəcək. Ən pis halı budur ki, cüzələriniz bu yemi yedikdən sonrasına bir-biri tələf olacaqlar. Ona görə də ilk öncə yemi doğru yerlərdən, doğru ünvanlardan alın və proteinli yemlərdən istifadə edin. Bu da ki, ortalama 20-23% protein miqdarı deməkdir.